Mənim 2 gün vaxtım qalıb. Mən tapmalıyam, görüm ki, mənim atama kimlə şikayət edib. O şikayət eləyəni tapmalıyam mən. 2 gün nədir də? Götürürsən adam kimi bir həftə zad götürdü. 2 gün nədir? Nəysə, biz siyahıya əvvəldən baxaq. Şübhəlilər siyahısı. Hə. Sən xətri və şübhəlilərin siyahısının başına Xəzəri yazıram, amma mənə görə qətiyyən o deyil. Mənə görə ən böyük şübhəli elə Xəzərdir. Niyə? Özün demədin ki, atamın arasında sir var. Ay qız, yoxdur, o məsələni dəqiqləşdirmişəm. Deməli, dedi ki, o zarafatdır. Yaxşı da, onda atamla onlar nə danışırdılar elə? Əhməd əmi gəlib ki, Nazlıdan narahatam, nigaranam. O da deyib ki, gözüm üstlərindədir, narahat olmayın. Atan da sağ olsun, qardaşların kimi ağzın payını verib göndərib. Dəqiq. Dəqiq. Ona görə Xəzərin üstündən yekə bir xətt çəkirəm. Yaxşı, ay Güllü, bəs Xəzər burada müştərinin olan davanı gəlib çatdırmayıbsa, kim deyib onda? Kim deyib ki, Nazlı burada dükanda oğlanlarla danışır? Nərminlə Şəkər, sən düşməni və ocağın başında axtar.